Bunu hər yerə yazmaq istəyirəm ki, hərəkət beyinə böyümə siqnalı göndərir. Psixiatr John Ratey bir tədqiqatçının siçanlar üzərində apardığı təcrübəni izah edir. Qaçış çarxına buraxılan siçanların beyinləri bir neçə həftədən sonra daha ağır və daha qatlı çıxır. Səbəb BDNF adlı protein idi. O elə güclü təsir göstərir ki, alimlər ona beynin gübrəsi adını verib. Bu protein neyronların üzərinə damladıqda onlar dərhal yeni budaqlar, yeni əlaqələr çıxarır. BDNF ən çox hərəkət zamanı hipokampda, yəni yaddaş və öyrənmə mərkəzində ifraz olunur. Uzun illər elm elə bilirdi ki, yetkin bir beyində yeni bir neyron yaranmır. Amma bu kəşflər bunu dəyişdirdi. Hərəkət hətta yetkin beyində belə yeni neyronların doğulmasına şərait yaradır. Hərəkət dediyim sadəcə əzələ üçün deyil, düşüncə üçün də bir prosesdir. Bədən hərəkət edəndə beyin özünə böyümək vaxtıdır siqnalını göndərir. Bədən hərəkətsiz qalanda təkcə əzələlər deyil, düşüncələrin özü də passivləşir. İnsan üçün hərəkət olmazsa olmaz.